Bugün Mingəçevir Dövlət Universitetində keçirilən beynəlxalq trendlər, milli təcrübə və gələcək perspektivlərlə bağlı keçirilmiş bu konferans həqiqətən öz masştabına, öz məzmununa, eyni zamanda beynəlxalq aləmdə töhfəsinə görə çox əlamətdar bir hadisədir. Görülən qədər konferansın kifayət qədər iştirakçıları var. Həm coğrafiyası genişdir, həm də burada təqdim olunan elmi tədqiqat işlərinin nəticələri çox genişdir. 19 ölkədən nümayəndələr gəliblər, fizik olaraq iştirak edirlər. Bir çox ölkələrdən universitet rektorları gəliblər. Onlayn qatılmalar var və kifayət qədər Mingəçevir üçün böyük bir hadisədir. Əslində bu konferansın burada keçirilməsi təbii bir hadisədir. Çünki Mingəçevir Azərbaycanın, eləcə də mən deyərdim ki, dünyanın enerji sentrlərinin mərkəzlərindən biridir. Burada əsas sektör olarak elektroenergetika sektörü kifayət qədər genişdir və bildiyimiz qədər elektroenergetika sektorunun müxtəlif səbəblərdən həm ağıllı texnologiyaların tətbiqi nöqteyi nəzərindən, bərpa enerji mənbələrinin tətbiqi nöqteyi nəzərindən, ambarlama nöqteyi nəzərindən və digər məsələlərlə bağlı demək təsir çox artır. Bu nöqteyi nəzərdə elektroenergetika mərkəzi olaraq Mingəçevirdə belə konferans keçirilməsi önəmlidir. Konferans ərəfəsində biz bir gələcək tədqiqatlara çox dəstək verə biləcək bir addıma nail olduq. Biz Mingəçevir Dövlət Universitetindən bərabər Azərbaycan Texniki Universiteti elektroenergetika tədqiqat klasterinin yaradılmasından bağlı strateji anlaşma memorandumu imzaladıq. Bu memorandum göründüyü qədər həm tədqiqatçılara, xüsusən də tələbələrə, gənclərə xüsusi bir imkanlar verəcək. Çünki burada əsas hədəf dövlət, sənaye və universitetlərdir və iştirakçılar mütləq şəkildə bizim gənclər, xüsusən də tələbələr, doktorantlar, gənc müəllimlər, eyni zamanda müəllim-tələbə münasibətləri burada çox mühüm rol oynayacaq. Eyni zamanda bu klaster üzvləri bizim burada sənaye müəssisələri, xüsusən energetika sektorunun müəssisələri olacaqlar. Beləcə biz davamlı inkişafa töhfə verəcəyik.